Doktor, uşağın qanında leykositləri yüksək çıxıb bu nəyin əlaməti ola bilər? Qanda leykosit sayının yüksəlməsi uşağın keçirdiyi hər hansı bir virus və ya bakterial bir infeksiyanın göstəricisi ola bilər. Lakin leykosit sayısı həddindən çox yuxarı olarsa, məsələn 30 min və üzəri olarsa, burada qan xəstəliklərinin göstəricisi ola bilər. Odur ki, belə dəyərlərdə qan analizi leykosit çıxan övladınız varsa, mütləq bunu həkimə göstərin. Amma leykosit sayı normadan biraz yuxarıdırsa, orada limfosit yoxsa neytrofil hesabına artıb-artmadığına baxmaq lazımdır. Əgər leykositlə bərabər qanda limfosit dəyəri də yüksəlibsə, uşağınız virus infeksiyası keçirir. Leykositlə bərabər neytrofil dəyəri yüksəlibsə, evladınız hər hansı bir bakterial infeksiya keçirir deməkdir ki, bu halda antibiotik istifadəsinə ehtiyac ola bilər. Amma bəzi infeksiyalarda virus infeksiyası olsa belə, CRP yüksəkliyi olur ki, bu halda antibiotik istifadəsi yenə də uşağın vəziyyətinə uyğun təyin oluna bilər ki, qan dəyərində leykosit yüksək çıxan evladınızın qan təhlilini mütləq həkimə göstərməlisiniz.